İmam Əbülfərəc İbnül Cevz rəhməhullah nəql edir ki, Abdullah İbn Mübarək dedi ki, Məkkəyə gəldikdə insanların quraqlıq yaşadığını, üzərlərinə yağışın yağmadığını və Məscid-i Haramda yağış duası etdiklərini gördüm. Mən də insanların arasında Əbu Şeybənin qapısına yaxın olan tərəfdə durdum. Mən bu halda ikən içəriyə üzərində qalın kətandan 2 parça olan qara dərli bir gənc girdi. O parçalardan birini belinə bağlamış və digərini də çiyinlərinin üzərinə atmışdı. Mənim yanımda gizli bir yerə keçdi. O gənci belə dua edərkən eşitdim. Ey ilahım, yüzləri pis əməllər və günahlar qaraltdı. Sən də yaratdıqlarını ədəbləndirmək üçün bizdən səmanın suyunu kəsdin. Ey səbri ilə bərabər həlim olan və qullarının özü haqqında sadəcə gözəlliyini bildiyi ilahım, bu insanların üzərinə indi yağış indir. İbnül Mübarək deyir ki, bu gənc dua etməyə davam edərkən səma buludlarla qapandı və hər tərəfdən yağış yağmağa başladı. Gənc oturduğu yerdə Allahı zikr etməyə başladı. Mən də bu hal qarşısında ağladım. O yerindən qalxdıqda onu təqib etdim və getdiyi yeri öyrəndim. Sonradan Fudayl İbn İyadın yanına getdim. Mənim halımı gördükdə sən nədən belə üzgünsən dedi. Dedim ki, bizdən başqaları Allaha daha erkən yetişdi və Allah bizim yanımızda onları dost edindi. Fudayl İbn İyad dedi ki, nədən bunu dedin? Mən də bundan sonra ona bütün olanları anlattım və bunu eşidən Fudayl ağlayaraq yerə yıxıldı. Dedi ki, yazıqlar olsun sənə ey İbnül Mübarək. Məni o gəncin yanına apar. Səhər açıldıqda namazımı qıldım və gənci ən son gördüyüm yerə getdim. Orada qapının önündə oturan yaşlı bir adam gördüm. Adam məni görən kimi tanıdı və Əssəlamu aleykum ey Əbu Abdurrahman, ehtiyacın nədir dedi. Mən də qara dərli bir kölə istəyirəm dedim. Adam bəli yanımda bir neçə qara dərli kölə var, istədiyini seç və al dedi. Adam ey kölə deyə səslənincə güclü qara dərli bir kölə çıxdı. Adam bu gözəl bir kölədir, sənin üçün bu köləni məsləhət görürəm dedi. Mən xeyr, mənim ehtiyacım olan bu deyil dedim. O adam ard-arda kölələri çıxarmağa başladı, ta ki o gənci çıxarıncaya qədər. O gənci görüncə gözlərim parladı. Adam, bunu mu istəyirsən deyincə, bəli bunu istəyirəm dedim. Adam, bunu sata bilmərəm dedi. Mən niyə ki deyə soruşdum. Adam, bu gəncin mənim evimdə qalmasını daha sevimli görürəm. Çünki məndən heç bir istəyi olmur. Mən bəs yeməyi hardan gəlir dedim. Adam, satacağı kiçik şeylər düzəldər və gedib onu satıb yeməyini alar dedi. Əgər sata bilməzsə o günü ac olaraq keçirər. Digər yoldaşları da bu gəncin gecə boyunca heç yatmadığını və onlarla birlikdə oturmadığını söylədilər. Mənim də qəlbim bu gənci sevdi. Mən Sufyan əs-Sevri və Fudayl İbn İyadın yanına ehtiyaclarını yerinə yetirmədən necə gedim axı? Adam, sənin buraya qədər gəlməyin mənə ağır gəldi. İstədiyin qiymətə al götür dedi. İbnül Mübarək dedi ki, o gənci aldım və Fudaylin evinə doğru bir müddət yeridik. O dedi ki, ey sahibim, mən də buyur əmr et dedim. Gənc, mənə əmr et demə, kölənin sahibinə belə deməsi daha doğrudur dedi. Mən də buyur o zaman nədir ehtiyacın dedim. O mənim taqətim azdır və xidmət etməyə gücüm çatmaz. O adam sənə məndən daha güclülərini satırdı. Niyə onları almadın dedi. Mən, Allah məni səndən istifadə edərkən görməsin. Mən sənin üçün bir ev alacağım. Səni evləndirəcəyəm və sənə mən xidmət edəcəyim dedim. Gənc ağlamağa başladı. Səni ağladan nədir deyə soruşdum. Dedi ki, sənin mənim üçün bunları etməyinin səbəbi mənimlə Rəbbimin arasındakı ünsiyyəti görməyindir. Yoxsa nədən o qədər kölənin içərisindən məni seçdin ki? Dedim ki, belə söyləməyinə gərək yoxdur. Dedi ki, səndən Allah üçün doğru deməyini istəyirəm. Niyə belə etdiyini mənə xəbər ver. Mən də duana icabət edildiyini gördüyüm üçün dedim. Mənə dedi ki,
mən səni salih bir adam olaraq görürəm. Allah Taala'nın yer üzərində seçkin qulları vardır. Allah bu qullarını sadəcə sevdiyi və razı olduğu kimsələrə göstərir. Və sonra dedi ki, məni biraz burada gözləyərsəm, dünəndən qıla bilmədiyim 4 rükətim var, qılmaq istəyirəm dedi. Mən Fudayilin evi bura yaxındır dedim. Gənc, xeyr, burada ibadət etmək mənə daha sevimlidir. Çünki Allahın əmri gecikdirilməz dedi və məscidə girdi. Söylədiyi rükətləri əda edincəyə qədər namazlarına davam etdi. Namazı bitirdikdə mənə yönəldi və ey Abu Abdurrahman, mənə bir ehtiyacın varmı dedi. Mən də niyə belə deyirsən dedim. Çünki mən artıq getmək istəyirəm dedi. Mən hara gedəcəksən dedim. Gənc axirətə gedəcəyəm dedi. Mən bunu etmə, səninlə biraz daha qalıb gözəl vaxt keçirək dedim. Gənc, mən Rəbbimlə tək olduğum zaman bu həyat mənə xoşdur. Amma bunu indi sən gördün və digər insanlar da duyacaqlar dedi. Və sonra üzü üstə səcdəyə qapandı. Bu şəkildə dua etməyə başladı. Ey Rəbbim, məni indi öz qatına al. Bir müddət sonra o gəncə tərəf yaxınlaşdı və gəncin ölmüş olduğunu gördüm. İbn-i Mübarək rəhməhullah deyirdi ki, vallahi bu qissəni hər xatırlayanda üzüntüm çoxalır və dünya gözümdə kiçilir.